Gürcüstanda yaxın günlərdə əlverişsiz və mürəkkəb hava şəraiti müşahidə olunur. Sinoptik proqnozlara əsasən 19-20 yanvar tarixlərində bölgələrdə yağıntı, əsasən qar yağışı gözlənilir. Ayrı-ayrı ərazilərdə duman, çovğun, güclü külək, elektrik xətlərində buzlanma, eləcə də sürüşkən yollar ehtimal olunur. Xüsusilə təpəlik və dağlıq ərazilərdə hava şəraitinin daha da ağırlaşacağı, bəzi təhlükəli təbii proseslərin aktivləşə biləcəyi bildirilir. Mütəxəssislər bu risklərin orta təhlükə səviyyəsində olduğunu qeyd edirlər. Əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobil yollarında da məhdudiyyətlər tətbiq edilib. Gürcüstanın Avtomobil Yolları Departamentinin yaydığı məlumata görə intensiv qar yağması, yolların buz bağlaması və mürəkkəb meteoroloji şərait səbəbindən ölkənin bəzi avtomobil yollarında xüsusi hərəkət rejimi qüvvəyə minib. Məlumata əsasən qoşqulu və yarım qoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müəyyən yol sahələrində müvəqqəti məhdudlaşdırılıb. Yol xidmətləri tərəfindən qar təmizləmə işləri aparılır, sürüşkənliyin qarşısının alınması üçün texnika səfərbər olunub. Sürücülərə qış təkərlərindən və zəruri hallarda zəncirlərdən istifadə etmələri, hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.